Sizlərə hörmətli abituriyentlər, 20 sınaq test toplusunun sınaq nömrə 4-ün izahına başlayıram. Bugünkü mövzular Azərbaycan 19-20-ci əsrin əvvəllərində. Diqqət edək test 1-ə. Şimali Azərbaycanda kəndlərin təbəqələşməsi gücləndirildi. Sahibkar kəndlilər, bunlara biz diqqət eləməliyik. Sahibkar kəndli müvəqqəti mükəlləfiyyətləri daşımağa davam etdi. Biz əvvəlcə burada kəndli əsasnamələrinin qeyd eləyək. Deməli, 1847, 1870, bizdə 1912-13-cü illər. Demək, A variantı uyğun deyil. Kəndli əsasnamə islahatların keçirilməsi. Bu 1870-ci ildə başlayıb 42 il davam eləmişdir bu iş. Cənubi Qafqaz quberniyalarının torpaqların məcbur satın alınması. Bu 1912. Bakı şəhəri 1878. Demək, birinci testdə cavab B variantıdır. Cədvəldə hansı hadisələrin yeri dəyişdirilsə, xronoloji ardıcıllıq düzülmüş olar. Biz diqqət eləyək, əvvəl Şimali Azərbaycan teatrının əsasının qoyulması 1873. Demək, Suraxanda ilk Ağneft emal zavodunun inşası 1859. Sənaye iltizam sisteminin ləğv edilməsi 1872. İrəvan quberniyasının yaradılması 1849. Deməli, Bakıda ilk neft kəmərinin çəkilməsi 1878. 78 budur, 1849-da budur. Demək, biz 1 ilə 4-ün yerini dəyişdirsək, cavab alınacaq. Uyğunluğu müəyyən edin. 40-cı və 46-cı illərə aid hadisələri biz buradan seçməliyik. İlk öncə A-nı biz üstünə xətt çəkək, çünki Naxçıvan quberniya olmayıb. Deməli, 1-ə düşəcək B. Bəy və ağalara idarə işlərində kəranlaşdırıldı 1B. Sonra Tiyul mülki feodal torpaq mülkiyyətin eyni kateqoriyasına daxil edildi 46-ya C. Sonra mərkəzi Şamaxı olan Xəzər vilayəti yaradıldı. Demək, 1BD. 2 də 48-ci, 46-cı illərə düşür E variantı. Sahibkar kəndlərin mülkiyyətdar tabelisinin adı verildi. Burada cavabı biz diqqət eləyək. 1-ə BD olan cavab təkcə ilə B variantıdır. Cavab B. 4-ə baxaq. 47-ci il kəndli əsasnamələrdən fərqli olaraq 70-ci ili bizdən soruşur. Deməli, burada 1. Mükəlləfiyyət və torpaq məsələsinə toxunulmuşdur. Bu 1-i götürəcək biz burada. Demək, 70-ci ili soruşur bizdən. Xeyr, 1-i götürmürük burada. Bu 1-ə 40-cı illərə aiddir, bu 1 aid deyil, bizə 70-ci il soruşur. Burada biyar pul ödənişi ilə əvəz olundu. Bəli, birinci 2-ni götürəcək. Əgər 2-ni götürürüksə, bu birisi variantların üzərinə xətt çəkək. Kəndlərin feodal asılına azad edildi. Bəli, 2-3. Burjua xarakteri daşıyırdı. Bəli, 2-3-4. Torpaqdan istifadə müqabilində kəndlərin məcburi vergi ödənilməli idi. Burada o qərar yox idi. 70-ci il əsasnaməsində. Cavab E variantı. 5-ci testə diqqət elə. Doğru bəndi müəyyən edin.
Cənubi Azərbaycanda məşruti hərəkatı, belə bu 1905, 1911. Yəni Birinci Dünya müharibəsini əhatə eləmir. Bir səhvdir. Nəşri Maarif və Nicat Cəmiyyətini yaratmışdır. Muxtarov və Nağıyev. Bəli, işini götürəcəyik biz. Şimali Azərbaycanda ilk milli partiya yaranmışdır. Qeyrət partiyasıdır. Deməli, götürəcəyimiz 2, 3. Demək, 2 ilə 3 olanda bu testlərin üstünə xətt çəkək. İndi sonra dəqiqləşdirək. Difai Partiyası mətbuat orqanı İrşad idi. Demək, 4-ü də üstündən xətt çəkirik. Əgər 4-ün üstünə xətt çəksək, cavab burada avtomatik D variantı oldu. 6-cı testə baxaq. Sarıqamış əməliyyatından fərqli olaraq Çanaqqale döyüşü. Çanaqqale döyüşü də birbaşa deyim, Osmanlıların qələbəsi ilə başa çatmışdır. Cavab burada görsənir A variantıdır. Birinci Dünya müharibəsi illərində baş vermişdir. Antalya qüvvələri qələbəsi ilə nəticələnmişdir. Xeyr, Osmanlı qələbə. SSR-in dövrü, hələ SSR dövləti yaranmamışdır. Bunların heç biri uyğun gəlmir. 6-da B. A, B-də cavabı burada şeydir. 7-yə diqqət edək. Şimali Azərbaycan 19-cu əsrin 80-ci illərinə 80-ci illər tarixi üçün xarakterik deyil. Deməli, 80-ci illər dedikdə, burada bir dənə demək, neft yataqlarının hərrac ilə satışa çıxarılması. Bu 1872-dir. Bu A variantı 1887-dir. Dəmir yolunun salınması 1880. Başda ilk mərkəzləşmiş telefon stansiyasının yaradılması 1886, Qarakənddə 1886. Cavab burada B variantıdır. Çünki 70-ci illərdədir, 80-ci illərdə deyil. Əgər bizdən 80-ci illər sorsaydı, o birisi 4 cavabı da götürə bilərdik. Biz B-ni götürmək istiyoruz. Xronoloji ardıcıllığa baxaq. Təbrizdə Alman kapitalının məxsus xalça şirkətinin açılması. Bu 1912. Bakı-Tiflis dəmir yolunun işə salınması 1883. Tənbəki üsyanından baş verməsi isə deməli 1904. Deməli, Tənbəki üsyanı 1904. Mazut konstitusiyası 1904-cü il. Deməli, 1895-də Tənbəki üsyanı. Biz götürəndə birinci işini götürəcəyik. 2-ni götürdükdə bu variantlar üzərinə xətt çəkək. 2-dən sonra 4 gəlir. Deməli, cavab burada E variantıdır. Cənubi Azərbaycanda baş vermişdir. 1905-11-ci ildə məşruti hərəkatı dövründə xalqların tələblərinə aiddir. Cənubi Azərbaycan muxtariyyətin verilməsi xeyr, aid deyil. Tələbatla bağlanan müqavilələrin bağlanması xeyr. 19-cu əsrə aiddir. Bizdən 20-ci əsr, yəni məşrutə inqilabının şərtlərini soruşur. Konstitusiyanın qəbul edilməsi, bəli. Parlament çağırıldı və xarici məmurlar ölkədən çıxarılması. Demək, cavab burada D variantıdır. 9-da. 10-cu testə diqqət edək. Qafqaz cəbhəsində Rus qoşunu tamamilə çəkilirdi. Cənubi Qafqaz Komitələri Osmanlı dövləti arasında imzalanmışdır. Demək, 1-ə 1918-ci ildir Brest-Litovski sülh müqaviləsi, 2-ə 1920-dir, Batumi 1918, bu Moskva 21, bu da Ərzincan barışı olacaq 1917-ci il. 11-ci testə baxaq.
Hadisə nəticələrin əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Demək, 12-ci il Buxara sülhünün imzalanması erməni. Bunlar düşmən-çar müqaviləsinə aiddir. A deyil. 1830-cu il Çar Balakən üsyanının baş verməsi, ərazinin daxili müstəqilliyin ləğv edilməsi. Cavab burada B variantı oldu. 43-cü il Nikolay Fərmanlı Qafqaz canişinin yaradılması 44-cü ildir. Rəhbəri ləğv olunması ticarət tənəzzülə doğru getmədi, inkişafa doğru getdi. 21-ci il güzəştli ticarət tarifinin qəbulu, əcnəbi malların alınan gömrük rüsumu tamamilə ləğv edilməsi. Xeyr, artırıldı burada da. 12-ci testdə diqqətə, neft sənaye iltizam sisteminin ləğv olunması nəticələrinə aid deyil. Demək, bu nəticə neft iltizam sistemi 1872-ci ildir. Deməli, bu aiddir. A aiddir. Balaxanı neft mədənlərində kəndlərin məcburi əməl, bu 1864-dür. Neft torpaqlarının bir hissəsi Azərbaycan kapitalistinin əlinə keçdi. Neft yataqları hərraz yolu ilə xüsusi adamlara satılmağa başlandı. Neft sənayesi kapitalı axını hörmətli abituriyentlər, bunların hamısı 72-ci ilə aiddir bu hadisələr. Burada tək hadisə aid olmayan bu B variantıdır. Bu 1864-cü ilə aiddir. Aralarında 8 il fərq var. 13-cü testdə diqqət edək. İlk əvvəl köçürülmə, belə deyək, birinci baş vermiş hadisə soruşulur bizdən. Almanların köçürülməsi 1817. Azərbaycan Avropa tipli dünya məktəblərinin açılması 1830. Şəki xanlığının ləğvi 1819. Əhalinin rifahının yaradılması məqsədi əmanətlər məktəbinin yaradılması. Belə deyərdim, 20-ci əsrin 80-ci illəri və Xəzər vilayəti də 1841-dir. Burada birinci hadisə görüldüyü kimi A variantıdır. 13-də cavab A. 14-də diqqət edək. Xəritə üzərində işləmək. YouTube kanalımda xəritə üzərində işləmək və izahlı testləri paylaşmışam. Zəhmət olmasa, boş vaxtlarınızda onları diqqətlə izləyin. Demək, bu Osmanlıdır. Bura Rusiyadır, burada Fransadır. Deməli, cavab burada nədir? Antant hərbi ittifaqının üzvü olmuşdur. Xeyr. Sarıqamış döyüşdə iştirakçılar olmuşdur. Rusiyanın Osmanlı. 1-2. Birinci Dünya müharibəsi zamanı Səməd bəy Mehmandarov həm Fransa, həm Rusiya tərəfindən mükafatlandırılmışdır. Bir də 3. Cavab oldu C variantı. 15-ci testdə diqqət edək. Cənubi Azərbaycan baş vermiş Babillər hərəkatından fərqli olaraq məşrutə hərəkatı aiddir. Babillər hərəkatı 1848-52-dir. Məşrutə hərəkatı 1905-11-ci ildir. Demək, hərəkatın gedişində hərbi şura yaradılmışdır. 1. Demək, bu variantların üzərinə xətt çəkək. Sonra Zəncan şəhərində üsyan baş vermişdir. Xeyr. Məşrutə hərəkatında bu üsyan baş verməyib. Qacarlar sonrasında hakimiyyət dövründə olmuşdur. Yəni, bizdən fərqlini soruşur. Bunlar ikisi də oxşardır. Parlamentin çağırılması, demək 1 ilə 4-ü biz seçiriksə avtomatik. Bunların üzərinə xətt çəkir, cavab özü təyin olundu. Cənubi Azərbaycan şəhərlərinin çoxunda nümayəndəli seçici orqanların yaradılmışdı. Bu da parlament çağırıldı da məşrutə hərəkatında. Cavab A variantı. 20-ci əsrin əvvəlində Qafqaza idarə olunmasında Çar hökumətinin etdiyi dəyişiklik. Komendant idarə üsulu ləğv edilməsi 19-cu əsrə aiddir. Bakı Fəhlə Deputat Sovetinin ləğv olunması. Bu aid deyil. Şimali Azərbaycan xanlıqlarının əyalətə çevrilməsi 19-cu əsr. Qafqaz canişinin bərpa edilməsi.
Bəli, cavab burada 16-da D-dir. On 17-yə diqqət edək. Venn diaqramı əsaslanan testdir bu. Biz burada 40-cı illər, 50-ci illər, 60-cı illər və ümumi üçün oxşar hadisələri seçməliyik. Bir şey sizə diqqət çatdırım. Bax, mən bəzən testin həll edəndə qısa yollarına çalışıram həll etməyə ki, vaxt itkisi olmasın. Bax, bu Babillər hərəkatının üzərindən birinci xətt çəkirik. Çünki bu Cənubi Azərbaycana aid. Yerdə qalanları biz bölüşdürək. Deməli, 40-cı ilə aid olan götürəcəyik 1-ə C-ni. Deməli, biz həmişə qeyd edirik ki, 1-ə C-ni götürürsə, B variantı ilə E variantının üstündən xətt çəkdik. Sonra 2-yə götürəcəyik A-nı. Dövlət kəndlərinin götürmə hüququnun ləğv olunması. Bu oldu A. Əgər 1-ə C, 2-yə A dediksə, bunların da üstündən xətt çəkdik. Yerdə qaldı demək C variantı. 3-ə götürəcəyik E-ni. 4-ə də götürəcəyik D-ni. Çünki bunların hamısının oxşar hadisəsi D-dir. 18-ci testə diqqət edək. Xronoloji ardıcılığı müəyyən edin. Demək, Çar Balakəndə müvəqqəti idarənin yaradılması 1830. Şəkidə Rus Milli Qüvvələrindən ibarət müvəqqəti idarə 1883. Təbrizdə müvəqqəti idarənin yaradılması da 1827. Deməli, cavabı götürəcəyik biz birinci 2-ni. Deməli, həmişəki kimi bu xəttləri çəkirik. Sonra 3-ü götürəcəyik. Cavab burada C variantı. 19-cu testə diqqət edək. Eyni ildə baş vermiş hadisələr soruşur bizdə. Deməli, birinci testdə Xanabad manufakturası 1827. Tayfunlər hərəkat 1850. Demək, bunların heç biri uyğun deyil. 2-yə baxaq. Qafqaz canişinliyi. Bunlar yenə də eyni 40-cı illərdir. Biri 1840, biri 1000. Belə deyəcəm. Qafqaz canişinliyi 1844, 1842. Bu da aid deyil. Ali müsəlman silkisinin yaradılması 1843-dür. Sipahilər 1859. Yatırılması, ya üsyanın yatırılmasıdır. Yəni, bu uyğun deyil. İrəvan quberniyasının yaranması 1849. Navalin dəniz döyüşü 1827. Demək, bu variantları biz xəttləyəndə yerdə qalır. E variantı Yelizaveta quberniyası ilə Soyqonun, yəni Yaponiyada Soyqonun rejiminin iflası ikisi də 1868-dir. Cavab E variantı. 20-ci testə diqqət edək. Mərkəzləşmiş telefon stansiyasının yaranması 1886. Rus-Azərbaycan məktəbinin yaranması 1887. Burada 19-cu əsrin ikinci yarısına aid olan hadisələr seçilir. Bu 20-ci əsrin əvvəlləridir, bu da 20-ci əsrin ortalarıdır. Cavab belə göründüyü kimi A variantıdır. 1886, 1887. Difai partiyasına aid fikirlərin biri yanlışdır. Bakıda yerləşirdi partiyanın mərkəzi, bəli. Məmməd Əmin Rəsulda bu partiyanın lideri, xeyr, Difai partiyası lideri Məmməd Əmin Rəsulov Müsavatın lideri olub o dövrdə. Mətbuat orqanı irşadı idi, bəli. Əhməd Bəyoğlu tərəfindən, bəli. Erməni qoluna qarşı mübarizə aparmaq üçün yaradılmış. Yəni, cavab Difai partiyasına aid olmayan B variantıdır.
22'yə diqqət edək. Verilənlərin hamısı aid olduğu ərazini xəritədə müəyyən edin. 19-cu əsrin 30-cu illərində ərazi müsəlman əyalətlərinin rəisliyi daxil idi. Təriqət vicəsi rus ailələrinin bölgələri idi. Komediyalar üstünə qarşı üsyanlar baş vermişdir. Neçədə bu? Demək 22. Lənkəran ərazisi düşür xəritədə. Testin cavabı burada. Demək E variantıdır. Cənubi Qafqaz Komissarlığı ilə Cənubi Qafqaz Seymi üçün oxşarlıq. Deməli, burada biz nəyə diqqət eləməliyik? Birinci hadisələrin yaranışı. Osmanlı dövləti sülh danışıqlarının aparılması. Demək, biz götürəcəyik birinci biri 1917 Bakı Xalq Komissarlar Sovetinin müqavilə imzalaması. Xeyr, imzalanmayıb. Demək, biz biri götürürük birinci, sonra Bakı şəhərinin səlahiyyətlərdən kənarda qalması, bəli. 3. Demək, 1, 3. Birinci Dünya Müharibəsinin illərində olması. 1, 3, 4. Romanova sonrası da aid deyil. Demək, Cənubi Qafqaz Komissarlığı, Cənubi Qafqaz Seymi üçün oxşar cəhət. 1, 3, 4. Iyirmi dördə diqqət edək. Deməli, 1912-13-cü illərdə aqrar qanunlar vahid kəndi idarənin yaradılması. Bu 1867-ci ilə aiddir. Demək, bir aid deyil bura. Doğulu verildiyi bənd istənilir bizdən. Mazot Konstitusiyasının adlandırılması sənədinin imzalanması, ilk siyasi partiyaların yaradılması. İlk siyasi partiyalar Mazot Konstitusiyasının heç bir aidiyyəti yoxdur. Rusiya müsəlmanların ikinci qurtarına keçirilməsi, müsəlman ittifaqının nizamnaməsinin qəbul edilməsi. Bəli, 3-ü götürəcəyik buradan. Evreyna gəmisinin nəticəsində də tərk edilməsində Mars soyqırımı baş vermişdir. Deməli, 3 və 4. 25-ci testə diqqət edək. 20-ci əsrin 19-cu əsrin birinci əsri Şimal Azərbaycan köçürülməyə başlamışdılar. Bir görsəlir də burada. Bayaq test eləmiş. Təriqətçi və biddətçilər, Alman köçkünlər. Demək, bu deməli, Alman köçkünləri 1817, 1830-da budur, birə aiddir. Axısqa türkləri 80-ci illərdə burada belə bir şey olmayıb. Cavab 1 və 2. Xronoloji ardıcıllığa diqqət edək 26-cı testdə. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanunun qəbul edilməsi. Bunu götürəcəyik 1900. Cavad Məlikovun Bakıda Ağ Neft zavodunu tikdirməsi 1863. Bakı Ağ Neft zavodunun sahibkar ittifaqı adı ilə İnsar Birliyinin yaradılması 1893. Deməli, cavab burada olacaq 2, 3, 1. 27-ci testə diqqət edək, uyğunluğu müəyyən edin. Demək, birinci biz 19-cu əsrin 20-ci illərinə aid olan hadisələri seçməliyik. Bax, Lənkəran xanlığı 26-cı ildə süquta uğrayıb, 1A. Sonra Şeyx Hüseyn vəzifəsi də təsis edilməsi 29-dur.
Demək 1-ə düşdü. A. Bir də AB. Demək, Şamaxı quberniyasının yaradılması bu 40-cı ildə, 50-ci ildə buna aidiyyəti yoxdur. Rəhdari sisteminin ləğvi 1836. 2-yə də düşür. D. Nadir xanda 1743-dür. Demək 1-ə AB, 2-yə D. 28-ci sual mənbə sualıdır. Videonu saxlayırıq, oxuyuruq. Demək, 1-ci hərbi şuradır, 28-ə. 29-da baxsaq 1837-ci ildir. Bir də bəhs edilən üsyan mənbədə göstərilməyən 2 nəticəni yazır. Burada nəticə çoxda yazmaq olar. Məsəl üçün, Hacı Məhəmmədin darağacından asılması, üsyan iştirakçıları Sibirə sürgün edilməsi, müstəmləkəçi siyasətində yumşalma və çar idarəsində müstəmləkəçi belə deyərdim, sistemində dəyişiklik etməsi. Hörmətli abituriyentlər, zəhmət olmasa kanalıma abunə olub